Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən açılım edəcəm həftəlik. 3 dənə variant olacaq. Variantlardan birini seçirsiniz. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edə bilərsiniz. Deməli 1 2 3 seçiminizi edirsiniz. 1, 2, 3 rəqəmlər arasında seçiminizi edin. Mən isə başlayıram. Çox gözləmək istəmirəm. Birincidən başlayıram. Deməli, həftə boyu sizi nəyisə qeyd etmə, hansısa yeyib-içməli bir masalara getmə kimi durumlar gözləyir. Yəni, bu kafe, restoran, nəyisə qeyd etmə ola bilər, içkili masalar da ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, burada nəyisə geridə qoymaq aktual olacaq. Yəni, hansısa real həyatınızda olan ya da yəni indiki zamanda olan insanlar da ola bilər, bu keçmiş də ola bilər. O insanları geridə qoyma kimi durumlar aktual ola bilər. Həmçinin də deməli, burada şəxsi həyatda hansısa qərar vermə etapı ola bilər, ya bir neçə variant çıxa bilər qabağınıza, ya da çıxan insan qabağında siz tərəddüdə qala bilərsiniz ki, bu insanla ilişki qurmayım. Amma bu daha çox necə deyərlər, maddiyata dayanıqlı bir qərarsızlıq ola bilər və həmçinin də gələcək perspektivlərə dayanan bir seçim və qərarsızlıq ola bilər. Deməli, işinizdə və ya təhsilinizdə hansısa dövlət yerləri ilə, dövlət hansısa qurumları ilə olan məsələlər aktual olacaq. Həmçinin də ani gəlişmələrin bol olacağı bir həftə sizi gözləyə bilər. Deməli, maddiyyatınızda burada daha çox sizin özünüzdə deyil də başqa insanlardan asılı olan durumlar olacaq. Yəni, sizin maddiyyatınıza o insanlar təsir göstərə bilər. Yalnızca əgər siz torpaq ünsüründənsinizsə, torpaq ünsüründən olan insanlar burada onların özündən asılı olan bir durumlar olacaq. Yalnızca bu bürcdənsinizsə, yəni torpaq bürcündənsinizsə. Deməli, keçid etmək istəyirəm ikinci varianta. Deməli, burada daha çox sevgi ilə, duyğusallıqla bağlı olan şeylər aktual olacaq və sizin həm özünüzlə bağlı olan duyğusallığınız aktual olacaq, yəni ön planda olacaq. Həmçinin də şəxsi həyatınızda olan bir duyğusallıq, sevgi ilə bağlı məsələlər aktual olacaq. Deməli, ümumiyyətcə həftə boyu başqa insanların sizə təsiri güclü olacaq, ya da başqa insanlarla olan məsələlər aktual olacaq, ya da ki, misal üçün təkliyi sevənsinizsə, burada təkliyi alınmayacaq. Niyə? Çünki burada həmişə həyatınıza, yəni həftə boyu, yəni belə şey olacaq ki, yəni məni qoymurlar. Yəni gah ora çağırırlar, gah bura çağırırlar, gah da ki, elə insanlarla olan məsələlər sizi tuta bilər həftə boyu ki, bir neçə insanla məsələ həll etmək lazımdır, ya da bir neçə insanın arasına girmək lazımdır. Yəni belə bir şey aktual olacaq. Deməli, şəxsi həyatınızda burada qabağınıza çıxan insan duyğusal ola bilər. Təksinizsə, əgər ilişkidəsinizsə, qarşı tərəf duyğusal ola bilər. Yalnızca uşağı olan insanların burada təsiri böyük olacaq, əgər uşağınız varsa. Deməli, xüsusən də su ünsüründən olan insanların təsiri aktual olacaq həftə boyu. Deməli, əgər su ünsüründən deyilsə, bu duyğusal insanda ola bilər, hansı ki, sizin deməli, hər sözünüzü alına bilər, hər sözünüzü ciddiyə ala bilər, yəni belə bir şey aktual ola bilər. Deməli, işinizdə və ya təhsilinizdə burada vəzifəli insanlardan olan şeylər aktual olacaq, yəni məsələlər aktual olacaq. Həmçinin bu od ünsüründən olan qarayanız insan da ola bilər. Od ünsüründən olan şir, oxatan, qoç ola bilər. Belə insanların təsiri böyük və yüksək ola bilər. Özünüz belə ünsürdənsinizsə, bu sizin özünüzdən də asılı olan şeylər ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, bu çox aktiv bir insandır. Dediyim kimi, qarayanız, saçları, gözləri tünd rəngdə olan bir insandır. Maddiyyatınızda burada ani gəlişmələr bol olacaq, yəni ani gözlənilmədən pul itkisi ya da pul əldə olunması da aktualdır. Deməli, üçüncü varianta keçid edirəm. Deməli, burada
Maddiyyatınızda çox gözəl sizi duyğusallıq gözləyir. Yəni maddiyyatda siz həm yaxşı pullar ala bilərsiniz, ya da ki, xərclənən pullar sizə duyğusal təmin edici gələ bilər. Yəni misal üçün hansısa sevgi görüşlərinə ya da sevdiyiniz insanlara xərclənən pul sizə duyğusal təmin edici hiss verə bilər. Deməli, şəxsi həyatınızda burada su ünsüründən olan sizdən yaşca böyük ya da siz özünüz yaşca böyük insansınızsa, sizin yaşınız olan bir insanın təsiri böyük olacaq. Xüsusən də bu su ünsüründən ya da saçları, gözləri açıq rəngdə olan bir insana aid ola bilər. Deməli, su ünsüründən balıq, xərçəng, əqrəb ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, burada duyğusallıq ön planda olacaq. Hər sözünüzə, hər hərəkətinizə diqqətli yanaşın, çünki qarşı tərəf sizi yanlış anlaya bilər. Həmçinin də özünüz belə duyğusal ola bilərsiniz həftə boyu, yəni şəxsi həyatınızda. Ona görə çalışın, çox da fikir verməyin. Yəni duyğusallığınıza diqqət yetirin. Bir insan nəsə deyirsə, çox ciddiyə almayın, çalışın. Həmçinin də qeyd etmək istəyirəm ki, burada deməli şəxsi həyatı dedim, iş və ya təhsilinizdə burada qadın xeylağının təsiri olacaq. Qadın xeylağının ünsürü od ünsüründən ola bilər. Deməli, od ünsüründən şir, qoç, oxatan ola bilər. Həmçində bu xanım yaşca böyük ola bilər və ya saçları, gözləri də tünd rəngdə ola bilər. Deməli, həftə boyu burada sizin gecə vaxtı yollar aktual ola bilər. Yəni, gecə vaxtı harasa getmək, gecə vaxtı hansısa səyahət, yol, həmçinin də nəyisə uzanan bir məsələnin gec həll olunması aktual ola bilər. Yəni, gözləyirsiniz, heç cürə alınmır və bununla bağlı belə, yəni yuvanan bir məsələ ola bilər, hansı ki gec həll olunacaq. Yəni bu həftə deyil də böyük ehtimal sonrasında həll olunacaq. Həmçinin də bu uzaq yollarla, yəni sizin öz şəhərinizə deyil də daha uzaq, başqa şəhər, başqa ölkədə aktual ola bilər. Çünki bu ümumi baxımdır. Həftə boyu qıcıqlandırıcı hissləriniz bol olacaq. Yəni biraz qıcıqlanacaqsınız. Həmçinin də sizin qabağınıza çıxan insanlar biraz toksik insan ola bilər, hansı ki qıcıqlandıra bilər sizi.